Ok mu, yoxsa nok mu? Hər hansı... İndi nok deməliyəm. Ok mu, yoxsa nok mu? Doktor, uşağın qasıq yırtığı öz-özünə sağalırmı? Ok mu, nok mu? Nok, qasıq yırtığının cərrahiyyədən başqa hər hansı bir müalicəsi yoxdur. Sünnət hər yaşda edilə bilər. Ok, amma bəzi nüanslar var. Bunun üçün bizim digər videolarımızı izləyə bilərsiniz. Göbək yırtığı olan hər uşaq mütləq əməliyyat olmalıdırmı? Nok, 4 yaşına qədər göbək yırtığı izlənə bilər, əgər boğulma yoxdursa. Uşaqda qarın ağrısı həmişə qida zəhərlənməsidir. Kəsinliklə yox. Altda yatan çoxlu patologiyalar var. Apendisit ağrısı keçsə, həkimə getməyə ehtiyac yoxdur. Nok, apendisitin əgər müalicə olunmamış bir apendisitin ağrısı keçirsə, deməli ki, perforasiya olub, bu daha təcili bir haldır. Uşaq hər hansı xırda əşyanı udubsa, gözləmək olar. Xeyr, bəzən xırda batareyalar udulması həyatla bağdaşmayan patologiyalara səbəb ola bilər. Onun üçün təcili həkimə müraciət etmək lazımdır. Hemangiomalarda iç orqanların ünsiyyəmi mütləqdirmi? Bəli,